Yaratdığı poeması nəinki öz zamanında, hətta müasir dövrümüzdə də əsl sevgi nümunəsi sayılan və yaşadığı illərdə 3 fərqli hakimiyyət görmüş o möhtəşəm şair kimi idi? Məhəmməd Füzuli. Bəli, 5 il aradan sonra Füzuli haqqında danışmaq istəyirəm. Şair haqqında danışanda belə tarixi siyasi başlıq verməmək mümkün deyil. Çünki onun öz dövrünə təsadüf edən bütün hakimiyyətlərlə əlaqəsi olmuşdur. Gəlin şair haqqında ünlü bir məlumat verin. Tarixi mənbələrdə adı Məhəmməd İbn Süleyman, yəni Məhəmməd Süleymanoğlu kimi keçsə də, dövrümüzdə hamı onu Füzuli kimi tanıyır. Amma ən çox rast gəlinəni onun 1494-cü ildə Ağqoyunlular dövlətində, yəni indiki İraq ərazisində, lap dəqiq desəm Kərbəla şəhərində dünyaya gəlməyi. Xarici mənbələrdə çox rast gəlinən Füzulinin türk yoxsa fars şairi olması sualının cavabına onun türk mənşəli Bayat tayfasından gəldiyi faktı ilə cavab verə bilərik. Bu fakt şairin atası Süleymanın İraqa Azərbaycanın Ərəş mahalından köçməsi ilə bağlıdır. Şair ilk təhsilini Kərbəlada başlamış, Bağdadda davam etdirmiş və bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də müxtəlif elmlərə yiyələnmişdir. Daha aydın desək, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmiş, bununla yetinməyən şair dini fəlsəfi cəryanlar və Yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını mənimsəmişdir. Qısası, bu adam hər sahəni bilirdi. Əvvəlcə yaşadığı ərazilərdə, daha sonra bütün dünyada öz poetik möhrünü qoymuş Füzuli, hələ uşaqlığından poeziyaya maraqlı olmuş və poetik ilhamını 15-ci əsr Azərbaycan şairi Həbibidən almışdı. İndi isə maraqlı məqamlara toxunaq. Ağqoyunlular sülaləsinin hakimiyyəti dövründə zaman-zaman məşhurlaşan Məhəmməd artıq Ağqoyunlu şahı Əlvənd Mirzəyə ilk Farsça qəsidəsini həsr etmişdi. Səfəvilərin yaşadığı ərazidə hakimiyyəti ələ keçirməsindən sonra da Füzulinin məşhurluğu Şah sarayına qədər çatmışdı. Sonra Nəcəf səfəri zamanı Bağdadın Səfəvi valisi İbrahim xan Mosullu ilə tanış olur və 1514-cü ildən bəri ondan himayə alır. Elə həmin ərəfələrdə Füzuli Azərbaycan dilində olan ilk şeirini Bəng-i-Badə adlı məsnəvisini Şah İsmailə həsr edir. Onun 2 şeirini və bir tədribəndini də həsr etdiyi Mosullunun himayədarlığı cəmi 13 il çəkir. Belə ki, 1527-ci ildə öz qardaşı oğlu tərəfindən qətlə yetirilən Mosullu bizim Məhəmmədi də himayədarsız qoyur. Səfəvi əyanları arasında başqa etibarlı himayədar tapa bilməyən, Füzuli ləqəbinin haqqını verən, uca, fəzilətli şairimiz bütün çətinliklərə rəğmən öz savadına arxalanır, Nəcəf şəhərinə köçərək İmaməli məscidinin qəyyumu olur. Bütün bu baş verənlərdən sonra əminliklə deyə bilərəm ki, Füzulinin dünya görüşü və zəkası ədəbiyyat, din və fəlsəfə ilə kifayətlənmir. Bunu Osmanlı sultanı Qanuni Sultan Süleymanın 1534-cü ildə Bağdad şəhərini fəth etdikdən sonra tam aydın başa düşmək mümkün oldu. Füzuli dövrünə görə məşhurluğuna dayanaraq politik sahədə nə etməli olduğunu çox yaxşı bilir. Belə ki, şairimiz sultana və onun yanındakı Osmanlı məmurlarına müxtəlif qəsidələr yazmış və onların dərin rəğbətini qazanmışdı. Tezliklə Osmanlı hakimiyyəti tərəfindən tanınan şair həmin zaman yüksək vəzifədə olmuş Cəlalzadə Mustafa Çələbinin dəstəyi ilə Şiə ziyarətgahlarına edilən iyanələrdən artıq qalan məbləğ hesabına 9 akça təqaüd almışdı. Bu arada 9 rəqəminin sirri haqqında sizə illər əvvəl bir məlumat vermişdim. Lakin çox keçməz, bu iyanələrdən artıq bir məbləğin qalmadığını iddia edərək şairin təqaüdünü kəsmişdilər. Bu məsələdən çox məyus olmuş dahi Füzuli öz məyusluğunu "Salam verdim, rüşvət deyildir" deyə almadılar misrası ilə başlayan Şikayətnamə adlı poetik məktubunda tələbiyə bildirmişdi. Füzuli Bağdadda olanda Süleymanın ordusu ilə bir yerdə Bağdada səfər edən türk şairləri Xəyali və Yahya bəylə görüşür. Və Rum zərifləri adlandırdığı bu sənətkarların xahişi ilə 1537-ci ildə o möhtəşəm Leyli və Məcnun əsərini yazır. Və o zamandan bəri şairin yaradıcılığının zirvəsi sayılan Leyli və Məcnun poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindən sayılır. Dünyanın sevgi nümunəsi sayılan bu əsər şairin yalnız insani və bəsit sevgi hisslərinin deyil, ilahi və bəşəri sevgini də dərk etməsinin sübutudur. Bu qədər böyük, özündən sonra 100 illərə aşkın bir dünya görüşünə sahib olmasına baxmayaraq, təəssüf ki, bir çox arzusunu reallaşdıra bilməyən şair 1556-cı ildə elə doğulduğu Kərbəla şəhərində taun xəstəliyindən vəfat edir.